Vaxtınız xeyir əziz və dəyərli tamaşaçılar, hər birinizi Sağlam Səhət verilişində yenidən xoş gördük. Bugün biz reanimasiyanın ağır xəstələri və koma haqqında söhbət aparacağıq. Suallarımızı reanimatoloq, anestezioloq Kamal Quliyev cavablandıracaq. Sağlam Səhətə baxırsınız və qonağımız anestezioloq, reanimatoloq Kamal Quliyevdir. Xoş gəlibsiniz doktor. Və biz həkimimizlə reanimasiyanın ağır xəstələri koma haqqında söhbət aparacağıq. Doktor, koma haqqında çox eşidirik, xüsusən də filmlərdə daha çox görürük. Koma əslində nədir? Təşəkkür edirəm dəvətiniz üçün Könül xanım. Burada olmaqdan məmnunluq hissi duyuram. Koma huşun pozulmasının bir formasıdır. İlkin giriş olaraq qeyd eləmək istəyirəm ki, şuurun pozulmasının adətən kobudcasına biz 3 sinifə bölürük. Birinci yuxulluğun artmasıdır. İkinci sopor deyirik. Yuxulluqla müqayisədə pasientin reaksiyaları biraz da ləngimiş olur, bəbəkləri bir nöqtəyə dikilmiş olur, kəskin qızıqlara bəzən reaksiya verə bilir, adekvat, bəzən yox. Adətən bunlar instinktiv müdafiə refleksləri olur, sopor deyirik. Üçüncü forma şuurun pozulması, ən dərin pozğunluq, hansı ki, ətraf mühitlə tamamilə pasientin kontaktı kəsilir. Zaman məkan anlayışı olmur, bu komadır. Komanın özünü də sinifləmək olar. Birinci, ikinci, üçüncü dərəcəli komalar var. Bunlar müxtəlif təsnifatlar əsasında həyata keçirilir. Düzdür, zaman-zaman bu təsnifatların özünü doğrultmadığı hallar da olur, amma rast gəlmə tezliyi azdır. Komaya gətirib çıxara bilən səbəblər nədir? A olaraq beynin zədələnməsidir. Beynin zədələnməsi hansı səbəblərdən ola bilər? Hər hansı bir mexanik travmadan ola bilər, metabolik proseslərdən ola bilər. Deyək ki, qaraciyər, böyrək normal fəaliyyət göstərmir, hansı ki, bizim orqanizmimizdə detoks işi görür bu orqanlar. Atılım məhsullarını zamanında kənarlaşdıra bilmədiyimiz üçün, qan dövranı vasitəsilə durmadan beyin toxumasını zədələdiyi üçün o şəkildə komatoz vəziyyət formalaşa bilər. Və adətən ən çox rastladığımız hipoksik və yaxud da anoksik, beynin müxtəlif səbəblərdən oksigen, ciddi oksigen acılığı və yaxud da oksigensiz qalmasıdır. Bura misal boğulmaları gətirmək olar və yaxud da sui-qəsd hallarında özünü asmağa cəhd edən pasientlərdə rastladığımız hallardır, hansılar ki, koma ilə nəticələnir. İlkin olaraq bu şəkildə təsvir edə bilər. Doktor, bir xəstə ən çox nə qədər komada qala bilər? Əslində, komada illərlə qalan pasientlər belə var. Misal üçün, tibb tarixində, səhv eləmirəmsə, Amerikada, Arkansas ştatında ismini dəqiq xatırlamaya bilərəm. Thomas Willis idi, səhv eləmirəmsə. 1984-cü ildən 2003-cü ilə qədər komada qalıb, 19 il müddətində. Lakin tibb, belə deyək, keçmişində bu tip pasient sayısı azdır. 15, 17, 19 il müddətində qalıb komadan toparlanan xəstə sayısı azdır. Tibbi nöqteyi nəzərdən biz 1 ili artıq aşırsa komatoz vəziyyət, onu daha çox vegetativ vəziyyət adlandırırıq. Vegetativ vəziyyət artıq bu bitkisəl həyat deməkdir. Yəni, 1 il müddətində pasient oyandısa və öz funksiyalarını yavaş-yavaş geri bərpa eləməyə başladısa, bu şanslı pasientlər listəsinə girir. Yox, 1 ili aşarsa artıq vegetativ vəziyyətə qədəm qoyarsa, orada sürə bəlli olmaz, nə qədər müddət davam eləyəcək. Yəni, bitkisəl həyat niyə deyirik? Siz həmin pasientə bitkiyə qulluq elədiyiniz kimi qulluq eləməlisiniz. Mütəmadi yedirtmək, içirtmək, pozisiyasını dəyişmək, çimizdirmək, yəni öz belə deyək, ehtiyaclarını ödəyə bilmədiyi üçün bir bitki kimi kiminsə daimi qulluğuna ehtiyac duymuş olur. Doktor, danışa da bilmirlər? Xeyr, danışa da bilmirlər. Bəs dərk edirlər? Məsələ orasındadır ki, tibbdə o faktlar var ki, bu pasientlərin bəzilərində dərk etmə olur. Amma bunun incələnməsi çox, belə deyək, dərin tibbi müayinələrə ehtiyac duyur. Məsələ, bu yaxınlarda biz onunla bağlı xarici mütəxəssislərlə danışmışdıq. Maqnit rezonans tomoqrafiyanın funksional MR deyə bir növü var. Pasient hərəkətsizdir, siz ona komanda verirsiniz, misal üçün. Bilirsiniz, çarpaz idarə sistemidir. Sol əlinə tərpət dediyinizdə impulslar sağ yarım kürədə əmələ gəlir. Funksional MR pasient səni eşidərsə, o an həmin bölgədə qanlanmanın artdığını göstərir. Ki, pasient əslində səni duya bilir, amma hərəkəti, icrası yoxdur. Və adətən
komada, kəskin fazada komada olan pasiyentlərin tənəffüsü tamamilə ləngir, hətta ürək dayanmağa meyilli olur. Bir müddət həyati vacib funksiyaları təmin etmək üçün süni tənəffüs aparatına bağlanır, müxtəlif dərman preparatları ilə təzyiqi, nəbzi normada tutulur. Kəskin fazadan çıxandan sonra artıq stabil bir dönəmə qədəm qoymuş oluruq və o şəkildə davam eləyib gözləyirik. Travmanın dərinliyindən və hansı bölgədə olmasından asılı olaraq doktorlar təxmini proqnoz irəli sürə bilirlər. Amma yenə deyirəm, bu asılıdır problemin kökündən. Məsələn, əgər hipoksik zədələnmədirsə və yaxud da oksigen azlığı olub, dediyimiz kimi klinik ölüm keçirdi, 3-5 dəqiqədən sonra onu biz geri qaytarmışıq. Amma şuur bütünlüyü uzun sürən aylardan sonra toparlanmırsa və təkrarı beyin müayinələrində biz orada toxumanın bərpasını görmürüksə, bu pasiyent şanssızdır. Yox, belə deyək, oksigen azlığı yaşayıbsa, o zaman bərpa şansı var. Amma adətən bu pasiyentlərin reabilitasiyası uzun sürür və komada cavan pasiyentlərin belə deyək, toparlanma şansı əslində yaşlılarla müqayisədə daha çoxdur. Səbəb travma olarsa əksər hallarda, məsələ avtoqəzalardan həm nəzəri, həm praktik özünü sübuta yetirir. Məsələn, bizim təcrübəmizdə mütəmadi rastlayırıq. Düzdür, koma kinolarda gördüyümüz kimi deyil. Orada gördüyümüz kimi deyil. Amma məsələ, mən bu belə deyək, iş belə təcrübəm dönəmi filmdəki kimi ayılan 2 pasiyentimi xatırlayıram. Birində hətta belə deyək, komanda şəklində hamımız toplaşmışdıq, beyin radioloji görüntüləri xoşdur. Neçə yaşı var idi doktor? Düzün desəm, cavan qadın idi. Biz onu rayonda ağırlaşmışdı, bağırsaq problemlərindən acil əməliyyata alındı, tamam təzyiq filan saxlamırdı, septik şokda idi. Əslində əməliyyat içi bir arestin nəticəsi idi. 11-ci günü mən hər gün səhər o pasiyentə yaxınlaşıb adını çağıranda o enerjini yönləndirmək məsələsi mən onlara inanıram. Elə hər çağıranda düşünürdüm ki, bugün gözünü açacaq, sabah gözünü açacaq. Yadımdadır, 11-ci günü səhər müayinə zamanı yaxınlaşdım, çağırdım, belə gözlərini açdı pasiyent. O qədər tam filmlərdəki kimi yəni bir o hal olub, bir də bir cavan oğlan xatırlayıram, avtoqəza idi. Onu həyatda tutmaq üçün ciddən çox, belə deyək, komanda olaraq çox əziyyət çəkdik. Səhv xatırlamıramsa, harca 27-ci günü yanında müayinə zamanı durmuşdum, ani şəkildə gözünü açdı. Hətta bu yaxınlarda həmin oğlanla təsadüfən xəstəxanada rastlaşmışam, gəldi, görüşdü mən. Doktor, bunlar ağır xəstələrdir, hansı ki, itirilmə şansı daha yüksək olan xəstələrdir. Bilirsiniz necədir? Bəzi ixtisas həkimləri var ki, onlar ölümlə çox az rastlaşarlar. Misal üçün, bir pediatr çox az rastlaşar, yaxud başqa bir ixtisas həkimi. Amma bütün halda reanimasiya həkimi o həkimdir ki, onların xəstə ölümü görmə ehtimalı çox yüksək olur. Zamanla xəstə ölümləri adiləşirmi bir reanimatoloq üçün? Bilirsiniz, ölüm heç vaxt adiləşə bilməz. Amma bizim icra elədiyimiz iş artıq avtomatlaşır. Yəni, sənin o anda əlinin altında birinci dərəcəli yaxının da ola bilər, ailə üzvün də ola bilər, hansısa bir cavan adam ola bilər, başqasının atası, anası, bacısı və yaxud da qardaşı. O an tamamən dominant olacaq pasiyentin monitorudur. Təzyiq, nəbz, tənəffüs, saturasiya. Sən onlara uyğun avtomat şəklində çalışıb həyati vacib funksiyaları yerinə qoymağa çalışırsan. Artıq o pasiyentin, belə deyək, kimliyi və yaxud da ölümün adiləşməsi, o məsələlər ikinci planda durur. Yəni, geri döndərəndə bir qürurun olur, amma o adrenalin o qədər pikin yaşayırsan ki, həmin dönəmdə çox təəssüf itirdiyimiz hallar da olur pasiyentləri. Ondan sonra, belə deyək, tamamən bir süstlük dönəmin əslində girir reanimatoloq, bir oturur, düşünür, fikirləşir. Bundan dolayı o qədər bu ixtisasdan imtina edən həkimlər də olub. Hər xəstədə bu qədər stres yaşayırsınız, doktor? Amma dünya statistikasına görə tibbdə belə bir sindrom var. Tibb işçilərinin yanma sindromu deyirlər. Çox üzr istəyirəm, rus dilində zqoraniya medrabotnikov deyə bir sindrom var və dünya praktikasında sırf bu sindroma ən çox məruz qalan ixtisas həkimləri reanimatoloqlardır və ona görə dünyanın əksər ölkələrində 5 il aktiv reanimasiyada çalışan doktorun daha sonra könüllü şəkildə keçib kardiologiyada, gastroenterologiyada və yaxud hematologiyada başqa bölümdə işləməsinə izin verilir. Nəyə görə? Çünki reanimatoloq eyni anda
Pasientin həm ürəyinə nəzarət edir, həm tənəffüs sisteminə, pulmonoloqun əvəzinə, həm həzm sisteminə. Sözsüz hər ixtisasın, sadaladığım sistemlərin öz ixtisasçıları var, dar ixtisasçıları var, amma orada ola biləcək major problemlər reanimatoloqun təcrübəsindən, özünü gəlişdirməsindən asılıdır. Hətta xırdalığa qədər bir çox şeyi bilmiş olurlar. Yəni ona görə reanimasiyadan başqa bölümü keçid eləmək daha rahatdır reanimatoloqlara, nəinki başqa ixtisas. Bizə kardioloq keçib gastroenteroloq ola bilməz, amma reanimatoloq kardioloq da ola bilər, gastroenteroloq da ola bilər. Və doktor, xəstəsi ağır olan insanlar bu xəbəri gözləyirlər. Xüsusən də əgər kiminsə xəstəsi, yaxın adam reanimasiyadadırsa, onun gözlədiyi xəbər bu olur. Palataya xəstəni keçirdilər. Həqiqətənmi bir xəstəni reanimasiyadan palataya keçirdilərsə, artıq bütün təhlükə sovuşub deməkdir. Yoxsa yenidən reanimasiyaya qaytarmaq ehtimalları da ola bilərmi? Burada artıq belə deyim, palataya köçürülməsinə qərar verilibsə, bu qərarı kim verir? Reanimatoloq. Misal üçün, belə deyim də, reanimasiyanı Azərbaycanda təsəvvür biraz yanlışdır. Məsələn, hansısa bir uşaq cərrahından danışırıqsa, işin dominant adamı o da, onun yanında anestezioloqu, neonatoloji ekibi var, pediatrik reanimasiyası var. Yenə komanda işdir. Ən böyük komanda əslində reanimasiyadadır. Burada sonuncu adam belə açar adamdır. Yəni, orada pasiyenti gəzdirən və yaxud da altını dəyişən, onu çimizdirən xəstə baxıcısı olsun, tibb bacısı olsun, həkim olsun, tibb qardaşı olsun. Bu sistem müştərək çalışmasa, belə deyək də, sözsüz anlaşma olmasa, reanimasiyada o nəticəni əldə eləmək çox çətindir. Amma paralelində insultla xəstə təqib eləyiriksə bizim yanımızda nevroloqlarımız var. Travma ilə xəstə təqib eləyiriksə, travmatoloqumuz var və s. Və yekun qərar reanimatoloq və paralel o işdə yardımcı olan doktor vasitəsilə verilir. Palataya köçmə qərarı verilibsə, pasiyentin durumu qənaətbəxşdir deməkdir. Olurmu ki, yenidən ehtiyac yaranır reanimasiyaya köçürməyə Ola bilər, xəstəni? amma burada da bəlli bir nüans var. Ümumiyyətlə, əksər professional xəstəxanalarda palata ilə reanimasiya arasında intensiv blok deyə aralıq bir keçid palatalar var. Hansında ki, bəlli pasiyentlər, misal üçün, reanimasiyada bilirsiniz ki, davamlı şəkildə qohumların və yaxud da yaxınlarının girişi qadağandır. Bu, niyə icazə yoxdur buna? Bütün dünyada demək olar ki, icazə yoxdur. İnfeksiya riskinə görə reanimasiyada yatan xəstələrin immun sistemi ciddi şəkildə zəifləmiş olur. Və içəri keçən hər hansı bir yaxını yaxşılıq eləmək istəyir, görüb için rahatlatmaq istəyir, əllərin təmiz yumur və yaxud da hər hansı bir viral infeksiyanın inkubasyon dönəmindədir. Ya axşam qrip olacaq, xəbəri yoxdur. Keçir pasiyentlə təması qurur, gedir evə, özü normal. Amma onun həyat uğrunda orada çalışan doktorların işini 1-2 artırmış olur. Bu tip məsələlər olmasın deyə, məsələ həmin pasiyentin yanına intensiv blokda və yaxud da olur moral dəstəkdən dolayı, olur bəzi pasiyentlər ki, yaxını yanında qalanda daha sürətlə toparladığını görürük. İntensiv bloka verib o şəkildə görüşün intensivliyini artırıb, durumu tam kontrol alıb palataya vermək olar. Palatada təkrar ağırlaşa bilərmi? Bunu %100 yox deyə bilmərik. Məsələn, bir insultla pasiyent idi, durum tam toparlandı. Palatada hər hansı bir səbəbdən ikinci dəfə insult keçirə bildi. Hansı ki, bunlar force major hallarda heç bir doktor bundan sığortalanmayıb. Hər hansı bir tromb atdı, təkrar insult keçirdi, miokard infarktı keçirdi. Sözsüz reanimasiyada bunların hamısının profilaktikası olunur. Amma zaman-zaman profilaktika olunsa belə rastlayırıq bu hallara da. Biz eşidəndə ki, doktor, xəstəni reanimasiyadan palataya köçürdülər. Ən çox ona sevinirik ki, artıq ölüm təhlükəsi sovuşdu. Həqiqətənmi bu deməkdir? %99% hallarda, bəli, 1% dediyim hansıları ki, doktorlar da ön görə bilmir. Mən doktoram, trombemboliyanın, infarktın profilaktikasını eləmişəm, pasiyentim yaxşıdır, verirəm palataya, rahatam. 99%, amma 1% istisna həmişə aktuallığını saxlayır. Çox maraqlıdır, doktor. Biz filmlərdə görürük elektroşok. Hər kəs yəqin ki, o səhnəni görübdür. Bu haqda da məlumat verə bilərdinizmi? Verə bilərəm. Elektroşok, belə deyim, əslində bu hər bir sıravi vətəndaşın istifadə eləyə biləcəyi bir cihaz olmalıdır.
və belə deyim, bəzi Avropa ölkələrində bəlli məsafələrdən bir avtobus dayanacaqlarına həm elektroşok, həm də Lukas aparatı deyirlər, ürəyin qapalı masajı üçün. İndi onun yeni modifikasiyaları çıxıb, çünki özü biraz travmatik idi. Pasiyentin, birinci o cihaz barəsində məlumat verim. Lukas aparatı nədir? Yəqin ki, indi sosial şəbəkələrdə, YouTube-da çox adamın qarşısına çıxıb. Yəni, biz normalda ürəyin aresti olarsa, durarsa, qapalı masaj əvəzinə həmin cihazı yerləşdirirsiniz və o başlayır ürəyin pompa funksiyasını icra eləməyə. Bəzi dezavantajları oldu, çünki pasiyentin köklüyünü, arıqlığını hesablaya bilmirdi, eyni təzyiqlə basırdı deyə travmatik ola bilirdi, amma daha üst, belə deyək, nəsilləri artıq istifadəyə verilib və elektroşok da eyni dərəcədə düzdür, orada elektrokardioqramaya görə fərqli voltajlar seçə bilir həkim. Problem budur, məsələ vurmalıyam 100-lə, 200-lə. Amma ilk ürək dayanmasında hər kəsin, sıravi vətəndaşın belə istifadə bacarığı varsa, tək dəfə yüksək 360 voltla belə vurma izni var. O, ürək qəfləti elektrik sistemini aktivləşdirib pasiyenti oyada bilər. Yəni, bu şansını belə istifadə eləmək lazım. Dəridə yanığa səbəb ola bilər? Yanığa səbəb olmaması üçün xüsusi gellər var. Dəriyə gel vurulmalıdır. Əgər gel vurulmazsa, bəli, elektroşokun paletləri deyək də yandıracaq, bəli, yandıracaq. Yəni, o yandıracaq dediyim, siz onu belə isti su tökülən yanıq və yaxud da qaynar metal yanığı kimi təsəvvür eləməyin, birinci dərəcəli yanıq verir. Cərəyan yanığı. Bəli. Doktor, heç olubdumu həyatınızda bu cümləni qurmuş olasınız? Kənara durun, həkiməm. Əslində olub. Mən hətta o məsələ ilə bağlı indi bu saatda öz maşınımda illərlə emergency çantası gəzdirirəm. Təcili yardım ki, o kimi hallarla rastlaşanda, istər təyyarədə, istər yerüstü nəqliyyatda, hardasa o bacarığımı ortaya qoyub kiməsə yardımcı ola bilərəmsə, təbii ki, həmişə buna sevinərəm. Doktor, ola bilərmi ki, xəstəni məqsədli şəkildə həkim komaya salsın? Bəzi hallarda, özəlliklə biz bunu ağciyər problemlərində eləyirik. Səbəbini izah eləyəcəm. Niyə? İnşallah qulaq asanlar da, o reanimatoloqlar, pasiyenti olanlar səbəbi anlayar. Bu süni koma dediyimiz və yaxud da bunun ikinci adı medikamentoz komadır, dərman komasıdır. Dərman vasitəsilə tam şəkildə xəstə dərin anesteziya salınır. Bunu adətən ağciyər xəstəliklərində eləyirik. Niyə? Çünki ağciyəri zədələnmiş pasiyent, misal üçün, biz fiziolojik olaraq sizlə ünsiyyətdə bir dəqiqədə ortalama 16-18 tənəffüs hərəkəti eləyirik. Ağciyərlərimiz sağlamdır. Anlaşılan olsun deyə deyəcəm, 50% ağciyər toxuması zədəlidir və biz 18-in əvəzinə avtomatik 16-nın əvəzinə 32-35 nəfəs almalıyıq ki, yarım ağciyərin hesabına tələbimizi ödəyə bilək, bədən oksigensiz qalmasın. Və biz səthi nəfəs alırıq. Artıq say çoxaldığı üçün siz düşünün, 1-2 deyəndə bir tənəffüs hərəkəti olmur. Biraz keçir, say qalxır 40-a, zədələnmə bölgəsi artdığına görə. Burada iki faktor var. Bir, orta statistik rəqəmlər var. Hardasa 12 saatdan sonra artıq intensivlik artıb, çox tez-tez nəfəs aldığımıza görə tənəffüsdə iştirak edən əzələlər iki qrupa bölünür. Əsas və köməkçi bunlar. Bizim anatomiya 8-ci sinifdən, döş əzələləri, qabırğarası əzələlər bizim və əsas diafraqm əzələsidir. Amma tənginəfəslik olduqca zamanla qabırğarası əzələlər, hətta trapesiya belə tənəffüsə qoşulur. 12 saatın tamamına artıq o əzələlər başlayır tükənməyə. Gücü çatmır həmin intensivlikdə. Yəni 16 nəfəs almaq əvəzinə 40-45-ə qalxıbsa, başlayır yorulmağa. Nə olur? Bədən başlayır oksigen azlığına girməyə. Yoxlayanda baxırıq ki, saturasiyası düşüb artıq pasiyentin. Ona bu şəkildə davam eləməyə imkan vermək olmaz. Çünki sağlam qalan ağciyər toxuması da zədələnməyə doğru gedir. O zaman biz nə edirik? Pasiyent bağlanır süni tənəffüs aparatına, tamamən bədən söndürülür, beyin o cümlədən, çünki bu xoş bir his deyil. Pasiyentin ağciyəri olur süni tənəffüs aparatı və onu idarə edən doktor. Bu zaman verdiyimiz o süni koma və yaxud da medikamentoz komaya ehtiyacımız olur. Bəs komada olan xəstə necə qidalanır, doktor? Komada olan xəstə bəlli bir sürə, bir ay müddətində nazogastral zondla, burundan və yaxud da ağızdan mədəyə yeridilmiş xüsusi şlanq vasitəsilə bəslənir.
Burada pasientin enerji dəyərləri, ola biləcək temperaturu, yanaşı gedən xəstəlikləri, hər şey nəzərə alınmalıdır. Misal, diabeti var, hər şey yedizdirmək olmaz. Deməli, orada da incə davranmaq lazımdır. Bir ay müddətində zond vasitəsilə qidalanır, amma bir aydan çox çəkərsə koma, adətən 40-45 günə qədər gözləyirik. Artıq birbaş mədədən kiçik manipulyasiya şəklində bir boru qoyulur ki, mütəmadi oradan qidalansın. Çünki sağalma üçün enerji balansının, elektrolit balansının, mikroelementlərin yerində olması vacibdir. Və proses uzadıqca, məsələn, mən vena daxili müdaxilələrdən qaçınıb maksimum belə deyək də, təbii rejimə uyğun bir şərait qurmağa çalışırıq. Çünki hər invaziv müdaxilə, damar yolu, sidik kateteri və yaxud da dializ kateteri, bunlar hamısı yekunda infeksiya mənbəyidir, ciddi şəkildə qorunmalıdır. Öncə dedim, immun sistemi düşük olduğu üçün bu pasientlərin kiçik bir infeksiyadan kritik ağırlaşmalarla qarşı-qarşıya dura bilərik ki, infeksiya bütün dünyada reanimasiyaların problemidir. Hətta öhdəsindən gələ bilmədikləri üçün sökülüb sıfırdan tikilən xəstəxanalar belə var. Doktor, çox maraqlıdır. Bəzi filmlərdə belə səhnələr izləyirik. Deyək ki, filmin qəhrəmanı komaya düşüb, komadan ayrılandan sonra heç kəsi tanımır. Ola bilər. Bu hansı hallarda ola bilər? Ola bilər, beynin bəlli bölgələrinin zədələnməsi zamanı müşahidə eləyə bilirik onu. Yəni, nitqin olmamasını müşahidə eləyə bilərik, yaddaşın itməsi. Çünki yaddaşın itməsinin özündə 3 forması var. Geri dönən forması var, posttravmatik və geri dönməyən forması var. Geri dönməyən zədələnmə olarsa uzun sürər, tanımaz bəli kimsəni. Doktor, bəs belə deyək də, əgər xəstə yaxınları artıq xəstədən vaz keçirlərsə, aylarla davam edən bir komadırsa, həkim hansı qərarı verir? Könülxan, bu məsələ artıq son dönəm dünya tibbində belə deyək də, baxış bucağı tamam dəyişib. Niyə? Biz əvvəldən elə uşaqlığımızdan bəri həkim olmadığımız dönəmdə belə insanı nə vaxt ölü sayırdıq? Ürəyi dayananda. Amma artıq bu elə deyil. İnsan o vaxt yoxdur ki, onun beyni ölüb. Yəni, bəli, vegetativ vəziyyətə keçmiş pasient, beyin ölümü var, amma digər orqanlar fəaliyyət göstərir. Yəni, bu insan artıq ölü sayılır. Baxmayaraq ki, ürəyin fəaliyyəti var. Ona görə bütün dünyada amma yaşayır, həyatda olur. Yaşayır, orada belə deyək, seçim individual olaraq xəstə yaxınlarının üzərinə düşür. Çünki bir gün bəlkə də komadan çıxar o insan, hansı belə deyək, defisitləri olar və ilaxır və s. Misal üçün, Şumaheri deyim, məşhur Formula 1. Səhv xatırlamıramsa, 2013-cü ildə o bu xizək sürərkən aldı travma. 2019-da ilk dəfə oyandı dedilər. Amma 2019-dan bəri adam barəsində hər hansı bir görüntü filan bəlkə də izin vermirlər. Bu şəxsi məsələdir. Amma kifayət qədər normal olsaydı, yəqin ki, ən azından pressada bir şəklin filan görərdik. Oyanması hələ normal fiziolojik olaraq durub gəzə bilməsi və yaxud özünə qulluq eləməsi anlamına gəlmir. Oyanma, yəni, yenə dönürəm filmdəki kimi, gözünü açdı, durdu, getdi, yedi, işdi belə olmur. Təbii ki, bu etap-etap başlayır formalaşmağa. Əvvəl gözünü açır pasiyent, sonra komandanı icra eləyir. Gözünü açması belə həll edici deyil. Məsələ, kontakt qurarkən biz, əgər məni eşidirsənsə, gözünü yum, saxla deyirik. Yumur, saxlayır, sevinirik ki, adekvatdır, artıq məni qavrayır. Gözün açması hələ ətrafı qavrayır anlamına gəlməz, zaman məkan anlayışı olması anlamına gəlməz. Yenidən doğulmuş kimi olurlar, doktor? Yəni, beyinlərində bütün məlumat sıfırlanır? Yox, həmişə yox. Amma bəlli bölgələrin zədələnməsində sıfırlana bilər. Və fərqli algılamalar var. Məsələn, bizim pasiyentimiz var, bəlkə də baxsa görüb yadına düşəcək. Covid zamanı ağır vəziyyətdə gəlmişdi. Hipoksik beyin zədələnməsi var idi. Məsələn, algılama ləngimişdi. Pasiyentlə birbaş kontaktda mən olmuşam. Sağalandan sonra bir xeyli görüşmüşük, dostlaşmışıq. Deyir, mən o vaxtı komatoz vəziyyətdən çıxanda, hər dəfə siz yaxınlaşanda mən elə bilirdim ki, siz məni öldürməyə gəlirsiniz. Sonra deyir, yavaş-yavaş reanimasiyadan palataya çıxdım. Orada gəlib gedəndə başa düşdüm. Özü-özünə, yəni kifayət qədər maarifli insandır. İzahat verməyə çalışırmış ki, komadan çıxandakı bu düşüncələr nədir, hardan qaynaqlanır. Bəlli bir teorilər vardı, amma yenə də yekunda bunlar nəzəriyyədir. Film kimi sanki, doktor. Bəs xəstəyə beyin ölümü hökmünü siz verirsiniz? Beyin ölümü hökmü əslində müştərək verilən qərardır və bəlli müayinələr var. Həmin müayinələrin nəticəsi pozitiv olarsa, artıq biz beyin ölümüdür
deyə bilirik və bilirsiniz, bu yetəri qədər məsuliyyətli bir qərardır. Yəni, orada hər hansı bir yanlışlıq eləmək olmaz. Amma bəlli testlər var. Həmin testlərin nəticəsi, belə deyək, təsdiqini taparsa, o zaman beyin ölümü deyə bilirik. Minimum 3 ixtisasçı həkim olur fərqli. Hansı həkimlər olur? Yəni, orada nevroloq olur, radioloq olur, reanimatoloq olur minimum. Sənəddə hər üçünüzün imzası olur? Və testlərin nəticələri qeyd olunur. O zaman deyə bilərikmi ki, doktor, artıq beyin ölümü həyata keçibsə, çünki Mircəlal Kazımi bizim sevimli doktorlarımızdan biri, efir vasitəsilə də onu salamlayırıq. O proqramda olanda demişdi ki, əslində hər şeyə öz adını demək lazımdır. Bir xəstə əgər beyin ölümü keçiribsə, artıq cəsəd sayılır. Mən onu dedim. Yəni, biz əvvəl ürək dayananda insan həyatını itirib deyirdik. Mən də o düşüncədəyəm. Əgər beyin ölümü varsa, artıq insan həyatını itirmiş sayılır. Çünki orqan nəqli üçün də beyin ölümü gerçəkləşən xəstələrin daxili orqanlarından istifadə etmək mümkün olur? Olur, istifadə eləmək mümkün olur, amma bu təbii ki, yaxınların razılığı ilə ola biləcək bir işdir. Ki, başqasının həyatına belə deyək, start verə biləcəksə, niyə də yox, subyektiv düşüncəmdə, amma bunun individual bir qərar olduğunu deyəcəm. Çox maraqlıdır, doktor. Biz daha çox COVID vaxtı, pandemiyanın o kəskin günlərində ölüm xəbərlərini daha çox eşidirdik. COVID-dən dünyasını dəyişən insanlar daha çox niyə ölürdülər, doktor? O biraz, mən onun tibbi tərəfinə geçsəm... Sadə şəkildə, başa düşə biləcəyimiz Sadə şəkildə, baxın, belə izah eləyim də. Bizim orqanizmimiz... bəlli bir dövlətdir. Onun özünün ordusu var özünü qorumaq üçün və bizim orqanizmimizə düşən o yad, belə deyim, virus, o bizim üçün düşmən idi. Sadəcə o virusun elə bir xüsusiyyəti var idi ki, misal üçün bizim üzərimizə bir əskər gəlir. Orqanizmimiz onun üzərinə 2 əskər göndərsə, onu məhv eləyə bilirdi. Orqanizmi panik elədiyinə görə, bilmədən orqanizm onun bir nəfərin üzərinə 200 nəfər göndərirdi. İltihab mediatorları, sitakin fırtınası xatırlayarsınız. Sitakin iltihab mediatordur, müdafiə sistemimizin tərkib hissəsidir. Amma belə deyim də, panik mediatordur. Tez problemi qapsayın, böyüməsin düşüncəsi ilə və bütün proses ağciyərdə getdiyinə görə, oradakı mikrosirkulyator yatağın kalibraz olduğuna görə, massiv sitakinin ora birdən atak eləməsi əslində özü-özünə ziyan vermiş olurdu orqanizm. Və alveollar səviyyəsində qaz mübadiləsinin durğunluğundan dolayı, yəni o qədər sitakin gedir ki, qan keçişində belə problem yaranmağa başlayır, qatılaşır. Yəni süni şəkildə özümüzün vəziyyətini ağırlaşdırmış oluruq, doktor? Biz onu idarə eləyə bilmərik. Onu, məsələ, kənardan prosesin isbatını tapıb bir çox pasiyentlər o şəkildə qurtula bildi. Amma bəlli bir dönəmindən sonra COVID-in ki, immun sisteminin aktivliyini düşürmək hesabına o problemi biraz önləyə bilirdik. Bir də, doktor, süni tənəffüs aparatından insanlar çox qorxurlar. Eşidəndə ki, yaxını artıq süni tənəffüs aparatına qoşulubdur, müəyyən qədər hətta əllərində üzürlər ki, artıq bu sondur. Buna da istəyərdim aydınlıq gətirəsiniz. Yox, baxın, bu belə deyək də, biraz bəsit məntiqlə belə yaxınlaşsaq, süni tənəffüs aparatı bu nə üçündür? Nə qədər qorxuludur? Tənəffüs problemi olan pasiyentdə həmin dönəmi atlatmaq üçün ağciyərləri əvəz edən bir belə deyək, aparatdır. Yəni, bundan o qədər qorxmağa ehtiyac yoxdur. Söz yox, onun öz bəlli riskləri var. Hər pasiyent 4-cü sutkasından etibarən infeksiya riski ilə qarşı-qarşıyadır. Ona görə təkmil reanimasiyaların üstünlüyü ondan ibarət ki, pasiyenti qoruya bilirlər. Bütün məlzəmələrin istifadəsi tək dəfəlikdir. Yəni, hətta tibb bacısı belə bir pasiyentə toxunanda ikincisini əlini təmizləmədən, əlcəyini təmizləmədən toxunmur. Çünki özündən asılı olmadan birindən digərinə infeksiya daşıya bilər. Və bu tüp kağızda var, süni tənəffüs aparatına bağlananda açıq qapıdır. Ağciyərə birbaşa yol var. O pasiyentləri maksimum qoruyub, ağciyəri toparlanana qədər olan müddəti ötüşdürmək lazım. Yəni, bu aparat düşünün aparat yoxdur, o zaman tənəffüs yetərsizliyindən adam həyatını itirəcək. Yəni, düşünün dializ aparatı yoxdur, pasiyent CD verə bilmir, o zaman həyatını itirməlidir. Və yaxud da digər qaraciyərin işini əvəz eləyənlər var, plazmafarez var və ilaxır və s. Yardımçı cihazlardır. Aparata düşüb və pasiyent şansını itirib anlayışı köklü olaraq yanlışdır. Yəni, boş yerə bu qədər çox qorxuruq. Qətiyyən olmaz. Yəni, narahatlığa dəyməz. Doktor, COVID vaxtı bir həkimlə söhbət etmişdik. O qeyd edirdi ki, bəzi xəstələri biz süni tənəffüs aparatına qoşanda o deyirdi ki, doktor, söz verirsiniz, məni ayıldacaqsınız.
Heç sizdən belə söz istəyənlər olubmu, doktor? Əslində olub, düzün desəm, ayıltmışıq xatırladığım pasiyentlərin hamısı. Ya eylən belə deyənlər olur ki, doktor ayılacaqmı, məni ayıldacaqsınızmı? Bəli. Nə qədər məsuliyyətli doktor. Yəni, Və biz siz həkimin üzərinə əlavə, təbii ki, bunu hər xəstə bilərək eləməz, bilmədən də xəstəyə nə qədər mənəvi yük yükləmiş oluruq. İnanın ki, o dialoqun xəstə ilə qurulması qat-qat rahatdır, nəinki xəstə yaxınları ilə. Xəstə ilə üzbəüz durub danışıb, ona belə deyək, həm psixoloji dəstək vermək, moral gücünü artırmaq qat-qat yaxındır, nəinki eyni sualı xəstə yaxını verəndə cavab vermək. Çox çətin olur. Onda daha çətindir. Və o xəstə yaxını, o xəstənin hələ oğludursa, qızıdırsa, bəli. Onda daha çoxdur, daha çətin olur. Doktor, o qədər şərəfli və çətin bir peşəniz var ki, mən həkim peşəsinə heyranam və nə yaxşı ki, ölkəmizdə bütün ixtisaslar üzrə çox yaxşı sizin kimi mütəxəssis həkimlərimiz var və öz peşəmi çox sevən bir jurnalistəm. Buna rağmen hər zaman bunu qeyd edirəm, jurnalistsiz olar cəmiyyət, amma həkimlərsiz olmaz. Var olun, sağ olun. Gəldiyinizə görə də xüsusən təşəkkür edirəm. Hər çox sağ olun. sahənin professionalı ilə işləmək qədər məncə zövq verən başqa bir şey yoxdur. Çox sağ olun. O cümlədən sizlə. Siz sağ olun, təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Əziz tamaşaçılar, bizim qonağımız həkim Kamal Quliyev idi. Çox maraqlı bir söhbətlə sizin qarşınızda olduq və artıq söhbətimiz sona çatır. Sizinlə sağollaşırıq. Sabah yenə eyni yerdə, eyni saatda sizin görüşünüzə gələcəyik. Sağ olun, sağlıqla qalın.